Diploid orqanizmin toxumluğunun yetişmə zonasına daxil olan hüceyrədə cəmi 48 cinsiyyət xromosomu vardır. Bu halda yetişmə zonasının sonunda əmələ gələn spermatozoidlərdə cəmi neçə cinsi xromosom olar? Məsələn, şərti bu cürdür. Siz bilirsiniz ki, toxumluğun yetişmə zonası, daha doğrusu gametogenez prosesi çoxalma, böyümə və yetişmə zonasından 3 zonadan ibarətdir. Və yetişmə zonasına daxil olan hüceyrə böyümə zonasına çıxıb yetişmə zonasına daxil olan hüceyrədir ki, yəni interfaza keçirmiş hüceyrədir və interfazadan çıxan hüceyrə 2N4C 2N xromosom 4C xromatid dəstindədir. İndi bizə deyir ki, yetişmə zonasına daxil olan, yəni böyümə zonasından çıxıb yetişmə zonasına daxil olan hüceyrədə 48 cinsiyyət xromosomu var. Yəni bunun biz bilirik ki, burada qarşıdakı rəqəm cinsi xromosomun sayını göstərir və deməli yetişmə zonasına daxil olan bir hüceyrədə 2 cinsi xromosom varsa, deməli bir hüceyrədə 2 cinsi xromosom varsa, bu isə deyir ki, 48 cinsi xromosomu vardır. Görək neçə hüceyrə daxil olub ki, yetişmə zonasına. X bərabərdir 24. Deməli, yetişmə zonasına 24 hüceyrə daxil olmuşdur. Deyir ki, bu halda yetişmə zonasının sonunda əmələ gələn spermatozoidlərdə siz bilirsiniz ki, yetişmə zonasına daxil olan bir hüceyrədən sonda 4 dənə hüceyrə əmələ gəlir və 4-ə spermatozoida çevrilir. Deməli, 24 hüceyrə daxil olarsa, 24-ü vuraq 4-ə nə qədər eləyər? 96 spermatozoid əmələ gəlmiş olacaq. Və siz bilirsiniz ki, spermatozoid də haploid xromosom dəstindədir. Yəni, bir haploid xromosom dəstli spermatozoidin bir cinsi xromosom olur. Yəni, bizdə N nəyə bərabərdir? 23-ə bərabərdir. Düzdürmü? Görürsünüz, bunun qabağı 1-dir. Yəni, cinsi xromosomun sayı 1-dir. Burada, məsələn, yazsaq, 22 plus X, siz bilirsiniz ki, spermatozoidin xromosom dəstini və yaxud da 22 plus Y formasını yaza bilərik. Yəni, burada 22-si autosomdur, biri isə nədir? Cinsidir. Və deməli, bizdə şərtdə spermatozoiddə cəmi neçə cinsi xromosom var deyə soruşur. Yəni, bir spermatozoidin bir cinsi xromosomu olduğu halda, 96 spermatozoidin də 96 cinsi xromosomu var götürəcəksiniz. Cavab D variantı.